Hər kəs salam dostlar. Bu gün artıq bizim əsas nəzəri qanunlarla əlaqəli playlistimizin növbəti bir videosu olan TVNin teoremi haqqında danışacağıq. Normalda bu TVNin teoremi bizim Azərbaycan dilində olan texniki ədəbiyyatlarda çox da rast gəlinmir. Eyni zamanda bizim universitetlərdə də bildiyim qədər bu haqqda keçmirlər, mövzular, dərslər keçmirlər. Bu daha çox nə işə yarayır? Kompleks qarışıq bir dövrə olduqda o dövrənin sadələşdirilmiş bir formasını yaratmaqdan ötürü Trenin teoremi tətbiq edilir. Burada həm Ohm qanunu, həm də Kirchhoffun qanunlarından istifadə edərək nəticə hesablanır və ekvivalent bir dövrə yaradılır. Məsələn, əvvəlcə bunu qeyd edeyim. Tutaq ki, bu o qədər də mürəkkəb olmasa da, bunu bir mürəkkəb dövrə kimi qəbul edək və gördüyünüz kimi bunun sadələşdirilmiş bir formasını yaratmaq olar. Bunun yaradılması üçün də Trenin teoremi tətbiq edilir. Trenin tətbiqin sadə formada, yəni rahat bir şəkildə tərifini verməyə çalışacağam. İki nöqtəyə nəzərən hər hansısa bir dövrəyə baxanda həmin dövrənin qida mənbəyi, bir ədəd qida mənbəyi və ona bir ədəd ardıcıl qoşulmuş müqavimət formasında göstərilməsi bu Trenin teoreminin əsasını təşkil edir. Hər hansı dövrəyə də bu cür yanaşma biz göstərdikdə, bayaq göstərdiyim sxem və ya ondan daha mürəkkəb olan dövrələrin, sxemlərin daha sadələşdirilmiş ekvivalent, bəzən ona əvəz sxemi də deyirlər, ekvivalent sxemin əvəz sxeminin çıxarılmasına gətirir. Həmin o iki nöqtə isə, baxın burada gördüyünüz A və B nöqtələridir. Biz bu A və B nöqtələrinə nəzərən baxdıqda, niyə görə bunu sadələşdirmək istəyirik? Çünki buna bir R3 müqaviməti qoşacağıq və bu A və B nöqtələri üzərində olan gərginliyin qiyməti nə qədərdir? Onu tapmaq lazımdır ki, biz ora bir yük müqaviməti qoşanda onun hansı gərginlikdə qidalandığını və yaxud da ondan hansı amperajda cərəyan axdığını, yəni i-nin özünü də tapaq final olaraq. Amma bundan qabaq, bax burada gördüyünüz bu hissə ki var, bu hissənin bir hesabatını aparmalıyıq ki, müqavimətlər burada necə qoşulub, bu qida mənbəyi burada nə iş görür və ona əsasən buradan keçən cərəyan, bunlar üzərinə düşən gərginlik və finalda olan nəticə necə olacaq, onu öyrənməyə çalışacağıq. Həmin sadələşdirmənin nəticəsi olaraq, hansı ki biz tərifdə qeyd elədik ki, bir ədəd qida mənbəyi və ona ardıcıl qoşulmuş bir ədəd müqavimət ki göstərilir. Bu dövrənin sadələşdirilmiş variantı, baxın bu gördüyünüzdür. Sadələşdirmə zamanı biz bir qida mənbəyi ki tapırıq, onu VTVNH kimi adlandırırıq və o müqavimətlərin ki ekvivalent formasını çıxardırıq. Bir ədəd rezistor, bir ədəd müqavimət var və buna da RTVNH olaraq adlandırırıq. Daha sonra istəsək çıxış evdən yük qoşuruq, yük qoşandan sonra da hesabatı yerinə yetiririk. Həmin o yük qoşulmamışdan qabaq olan bu iki nöqtə bizdə A və B nöqtələridir ki, yük də həmin bu A, B nöqtələrinə qoşulur. Bu hesabatları aparmamışdan qabaq, dövrəni sadələşdirməmişdən qabaq qeyd edilən parametrlər üzrə ardıcıllıq mövcuddur ki, necə bu hesabatı yerinə yetirmək lazımdır. Birinci başlanğıc olaraq R yük dövrədən çıxarılır. Yəni baxın burada gördüyünüz bu R yük dövrədən çıxarılır, silinir, atılır. Fərz edin ki, bu yoxdur. A və B nöqtələri arasında bir boşluq var. Daha sonra dövrədə gərginlik mənbəyi varsa qısa dövrə, cərəyan mənbəyi varsa açıq dövrə halına gətirilir. Bizdə dövrədə qida mənbəyi kimi gərginlik mənbəyi var, bir batareyadır. Bəzən buna elektrotexnikada bu formada simvol kimi göstərirlər. Bu gərginlik mənbəyidir, bu isə cərəyan mənbəyidir. Biz bu qədər dərinliklərə gedib hesabatı bu cür aparmayacağıq, amma yəni normalda bizdə gərginlik mənbəyi, yəni bax bu bununla eynidir deyə şərtlərdə qeyd edilir ki, əgər varsa qısa dövrə halına gətirilir. Yəni sanki burada bir şey yoxdur, birbaşa bu formada qısa qapanıb bu formaya gətirilir. Əgər cərəyan mənbəyi varsa, açıq dövrə halındadır. Yəni bu variant olsaydı, həmin dövrə açıqdır. Yəni bu tərəfdən bu tərəfə cərəyan axını olmayacaq. Daha sonra RTVNH müqaviməti hesablanır. Yəni bax burada gördüyümüz bu müqaviməti hesablayırıq. Bu müqaviməti hesablamaq üçün də həmin o gərginlik mənbəyi qısa dövrə halına gətirilir. Daha sonra VTVNH tapılmalıdır. VTVNH da bax bu iki qol əsasında olan gərginliyin qiymətidir. Əslində bu iki qol üzərində olan gərginlik elə bu qida mənbəyinin gərginliyinə uyğun gəlir deyə VTVNH. Ona görə də hesabat zamanı artıq bayaq ki burada qısa dövrə edilmiş hissə var idi. Bunu buradan silməliyik.
Yəni adi ənənəvi qaydada hesabatımızı aparırıq və ən sonda da R3 müqavimətini təzədən dövrəyə geri qaytarırıq. Bu R3 müqaviməti ki bayaq var idi, onu yenidən qaytarırıq dövrəyə və nəticədə qeyd etdiyimiz kimi bir qida mənbəyi və ona ardıcıl qoşulmuş bir müqavimət tapırıq final olaraq. Və gəlin əsas tətbiqə. Bu harda, hansı hallarda rast gəlinir, harda tətbiq olunur? Dediyimiz kimi müxtəlif kompleks dövrələr ola bilər, qarışıq dövrələr ola bilər, amma onlardan biri də deməli tranzistorun bipolyar və yaxud da ki, FET-lərin, MOSFET-lərin hesabatı zamanı DC analiz deyilən anlayış var. DC analiz, yəni bu sabit cəryan analizidir. Qida mənbəyi verilir 15 volt. 15 volta nəzərən tranzistorun hesabatı aparılır. Tranzistor hesabatında bizim üçün nələr lazım olur? Ümumi olaraq qeyd edeyim. Çünki normalda bizdə dərs mövzusu tranzistor olmadığı üçün üzərindən tez ötüb keçəcəm. Lazım olur bazaya gələn baza cəryanı. Qeyd edeyim ki, bura bazadır, bura kollektordur, bura isə emitterdir bipolyar NPN tranzistoru üçün. Daha sonra lazım olur bizə və kollektor emitter gərginliyini tapmaq və bir də kollektordan üzü belə axan cəryan I kollektoru tapmaq. Bunları tapmaq üçün ən birinci növbədə biz baza cəryanını tapmalıyıq. Baza cəryanını tapmaqdan ötürü bax bu nöqtədəki gərginliyin qiymətini tapmalıyıq. Bu nöqtədəki gərginliyin qiymətini tapmaq üçün də 15 volta nəzərən burada olan bu rezistorların hesabatı aparılmalıdır ki, bu nöqtədəki gərginliyin qiyməti və ona uyğun cəryanı rahat şəkildə tapa bilək. İndi gəlin buna uyğun hesabatları aparaq. Ümumiyyətlə bu dərsimizdə bizim əsas fokuslanacağımız hissə baxın bura olacaq. Bu ox işarəsi ilə çəkdiyim sol tərəfdə yerləşən hissə bizim əsas fokus nöqtəmizdir ki, bu nöqtəyə nəzərən bu iki rezistor birləşməsinin formasını bir qida mənbəyi və bir ədəd rezistor formasında tapmağa çalışırıq. Deməli, burada bizim üçün lazım olanlardan biri rezistor R4 və R5 rezistorlarının bir-birinə nəzərən necə yerləşməsidir. Mən bunu 90 dərəcə çevirərək dövrəni seçəcəm və hesabatını aparacam. Bu qida mənbəyidir, 15 volt, R4 rezistorudur, 20 kilo ohm. Buradan gələn nöqtə gəlir daxil olur tranzistorun bazasına və bu nöqtədən də bir dənə xətt ayrılır. Gedir R5 rezistoruna ki, onun da dəyəri 80K-dır və bu formada dövrə qapanır. Və bizə lazımdır ki, bu nöqtədəki gərginliyin qiymətini tapaq. Bura V baza olaraq da adlandırırlar. İndi bizim üçün burada VTV-lə H olacaq. Çünki TV'nin teoremini tətbiq edirik. Normalda bu nöqtə, əslində bu nöqtədəki gərginliyi oxumaq istəsək, biz bu nöqtə və bu nöqtəyə nəzərən gərginliyin qiymətini tapırıq. Yəni AB nöqtələrinin üzərinə düşən gərginliyin qiymətini tapırıq. Ona görə də biz bunu tapmaqdan ötürü birinci növbədə RTV-lə H-ı tapaq, yəni ardıcıllıqla gedək. Şərtlərimiz necə idi? Birinci olaraq R3 dövrədən çıxarılır. R3 kimi biz burada tranzistoru görə bilərik ki, ona görə də zaten bizim bundan işimiz yoxdur deyə bunun üstünə bir X də çəkə bilərik ki, bununla hələlik bir işimiz yox. İkinci bu idi ki, dövrədə gərginlik mənbəyi varsa qısa dövrə, cəryan mənbəyi varsa açıq dövrə halına gətirilir. Yəni biz burada bir ekvivalent müqavimət dəyərini tapmalıyıq RTV-lə H-ı. Ona görə də buradakı qida mənbəyi qısa qapanma, qısa dövrə halına gətirilməlidir. Yəni baxın bu formaya gətirilməlidir. İndi biz A və B nöqtələrinə nəzərən bu rezistorlar bir-biri ilə necə birləşib bunu tapmalıyıq. Deyək ki, bu A nöqtəsidir, bu da B nöqtəsidir. A və B nöqtələrinə nəzərən R4 və R5 rezistorları bir-biri ilə necə birləşib? Ona baxaq. R4 rezistoru A nöqtəsindən B nöqtəsinə doğru bu formada, yəni belə gəlir. R5 rezistoru isə A nöqtəsindən yenə də B nöqtəsinə doğru. Normalda bu birləşmə artıq bizim üçün verir iki rezistorun paralel birləşməsini. Yəni niyə görə məhz bu dövrəni çəkdim? Çünki yuxarıda göstərdiyimiz dövrənin qoşulma məntiqi bizim üçün rahat olsun deyə, rahat başa düşülsün deyə. Bu hal yalnızca qida mənbəyinin qısa qapanma formasına alınandan sonra yaranmış dövrədir. Yəni bunu səhv salmayın. Məhz RTV-lə tapmaqdan ötürü biz qida mənbəyini qısa qapayırıq. Ondan sonra AB nöqtələri arasında müqavimətlər necə qoşulubsa onu görürük. Bu formada qoşulub. İndi RTV-lə tapmaqdan ötürü biz bunların hesabatını aparmalıyıq. R4 ilə R5 bir-birinə necə qoşulub? Paralel birləşmə şəklində. Paralel birləşmə üçün də düsturumuz var idi. R4 vuraq R5 bölünsün. R4 üstə gələk R5. Bu da bizim üçün verir 20K vuraq 80K
bölünsün 20 üstünə 80, bu da eləyir 100k. Buradakı k-nın, bu birisi k-nın biri gedir və nəticədə bu 2 dənə 0, buradakı 0 da gedir. 2-ni 8-ə vuranda 16, yanında da k. Yəni biz tapdıq ki, RTV'nin qiyməti bizim üçün neçəyə bərabərdir? 16k-ya. Artıq bu bizim üçün hazırdır. İndi mən tapmalıyam VTV-ni. Bundan ötürü hesabat zamanı gərginlik mənbəyi nəzərə alınmalıdır. Yəni, bax burada gördüyünüz bu qısa qapanma formasına gətirdiyim hissə ki var, bunu silirəm. Yəni, adi qaydada batareya öz yerində qalmalıdır. Artıq bunu rahat hesablaya bilərəm. İndi A və B nöqtələri üzərinə düşən gərginliyin qiyməti nəyə bərabərdir? VA B-ni tapmaq, VA çıxaq VB deməkdir, düzdürmü? Artıq belə olanda VAB bizim üçün R5 rezistoru üzərinə düşən gərginliyin qiymətini göstərir. Yəni V R5 yazıram bu formada, biz bunu tapmalıyıq. Bunu da tapmaqdan ötürü Ohm qanunu, Kirchhoffun ikinci qanunundan istifadə edərək cəryanı bilməliyik ki, bunun üstünə düşən gərginliyi tapım. Amma cəryanı bilmirəm. Yəni I də mənim üçün məchuldur. I-ni də tapmaqdan ötürü dövrəmə baxıram. Dövrəm ardıcıldır yoxsa paralel. Baxın, bu batareyadan gələn bu dövrə bu formada olduğu üçün bu bir ardıcıl dövrədir. Ardıcıl dövrə olduğu halda mən bilirəm ki, cəryan burada hər yerdə sabitdir. R4 və R5 rezistoru bir-birinə ardıcıl şəkildə qoşulur. R4 plus R5, bu da mənim üçün verir ümumi dövrənin müqavimətini 100k-nı. 20k üstə gələk 80k, 100k. Artıq mən i-ni tapa bilərəm. I bərabərdir V bölünsün R. Bunu da kalkulyatorla rahat şəkildə tez hesablaya bilərik. Bu da verir 0.15, k da yuxarı qalxdığı üçün milliamper. Bunu bu formada tapıram. Artıq 80k üzərinə nə qədər gərginlik düşdüyünü də rahat öyrənə bilərəm. V R5 nəticədə o da mənim üçün verir. VTV ilə bərabərdir. I vuraq R5. O da bərabərdir. 0.15 milliamper vuraq 80k-ya. K ilə milli bir-birini götürür. 10 üstü -3, 10 üstü -3, 12. Yəni bu nöqtəyə düşən gərginliyin qiyməti də mənim üçün 12 volta bərabərdir. VTVH bərabərdir 12 volt. Artıq bunu da tapdım, VTV'ni də tapdım və bunu sadələşdirilmiş bir formaya necə gətirmək olar? Gəlin bunu yazaq. RTV 16K-dır, VTV 12 voltdur. İndi artıq bu tranzistorlu dövrədə 15 volt, R4 rezistoru, R5 rezistoru və s. yazmıram. Onların hamısını qoyuram bir kənara. Bir qida mənbəyi götürürəm, bu tərəfini qoşuram ground'a. Bunu da belə qoşuram. Bir ədəd rezistor və gedir artıq tranzistorumun bazasına. Bura bazadır, bura kollektordur, bura emitterdir. Tam istəyirsinizsə dövrəni çəkək. RC, RY. 2K və 1K. Buranı qoşuram 15 volta. Bura R kollektordur, bura R emitterdir. Buranı da qoşuram ground'a. Bu oldu mənim üçün RTVNH, hansı ki 16K-dır. Bu da mənim üçün VTV-ni. Bunun da qiymətini tapdım 12 volt. Artıq bunun köməkliyi ilə bazaya gələn cəryanı tapa bilərəm. Yəni mənim üçün bayaq dedik məchul olan I bazanı tapa bilərəm. I bazanı tapmaqdan ötürü bu formalı bir dövrədən istifadə edəcəm. Bu Kirchhoffun ikinci qanununa əsasən. Qida mənbəyi 12 voltdan başladı. 16K üzərindən tranzistorun baza emitter keçidindən keçərək gəlib R kollektordan keçir və 0 voltu, 0 potensialını görür. Buna da Kirchhoffun ikinci qanununu tətbiq edib rahat bir şəkildə I bazanın qiymətini tapmış oluram. Daha sonra da I kollektor, I emitter və kollektor emitteri də tapa bilirəm. Artıq hesabatın yerdə qalan hissəsi bu dərsimizin mövzusu olmadığı üçün o hesabatları yerinə yetirmirəm. Nəticədə biz Thevenin teoremindən istifadə edərək, baxın, gördüyünüz bu dövrəni, bizim üçün əsas olan dövrə haşiyəyə alaq. Baxın, bu hissədir. Qırmızı ilə işarələnmiş bu hissəni sadələşdirdik və bu göy ilə haşiyələnmiş hissəni almış olduq. Və son olaraq dedik ki, R3 müqaviməti də dövrəyə geri qaytarılır. R3 müqaviməti bizdə bu vəziyyət üçün tranzistordur. Tranzistorun bazasına gedən cəryanı tapırıq. Yerdə qalanları da bunun ardınca bir-bir rahat şəkildə tapılmış olur. Nəticədə biz Thevenin teoreminin köməkliyi ilə hər hansısa bir kompleks dövrəni hesablayıb ekvivalent bir sxem ərsəyə gətirə bilirik. Növbəti video Nortonun teoremi haqqında olacaq. Görüşmək ümidi ilə sağ olun.